Bugün bir marketdən sifarişlərimiz satılıb artıq. Təhvil məntəqəsindədir. Şəkili əlavə edəcəm. Məktub gəldi ki, filan indeksli kodunuz, yəni kodlu sifarişiniz artıq təhvil məntəqəsinə çatdırılıb. 20 dekabrda sifariş vermişdim. Yəni 21 dekabr, 22 dekabr qeyri-iş günü olduğu üçün çatdırılma biraz ləngidir. Daha doğrusu çatdırılmadı. Bugün isə 23 dekabrdır. Gedirəm məhsulumu Yumiko marketdən, yəni indiki adıyla bir marketdən məhsulumu əldə edəyəm. Məhsulum 2 ədəd tripoddur. Biri 2 metrdən yuxarı, biri isə 15 santimetrə yaxın. Yəni 15 santimetr civarlarında tripoddur. İndi inşallah vlogumuzun davamı da gələcək. Belə. Əgər siz bir marketdən Yumiko'dan necə sifariş verilir onu öyrənmək istəyirsinizsə, kanalıma daxil olub baxa bilərsiniz. Bəli, mən getdim bir marketdən Şirvandan məhsullarımı əldə elədim. İndi isə gedib bunun montaj işlərini düzəldəcəm, yəni quraşdıracağım. Məhsuldan razıyam. 2 ədəd məhsul sifariş vermişdim. Birini götürmədim. Keyfiyyət baxımından biraz keyfiyyəti zəif idi. Tripod yəni zəif idi. Ancaq bu ikinci tripod, yəni 3 ayaq çox daha yaxşıdır, daha dözümlüdür. İnanıram ki, yaxşı videolar çəkəcəm mən bundan, bu tripodla. İnşallah quraşdırılması və istifadə qaydasının montaj işlərini də sizinlə bir ayrıca video üçün paylaşacağım, sizə göstərəcəm.